Məsəl üçün. Bir gün təsəvvür edin ki, Beyoncé-sınız. Vaxt keçərdim onunla, gedərdim harasa. O məni ara aparsa ora. Çayxanaya gedərdiniz məsəl üçün Beyoncé-la. Yox. Azərbaycanı göstərmək üçün. Azərbaycanı gəzdir, Bakını gəzdirərdim. Yəni Beyoncé nə uyğundur ora, hara uyğundur ora aparardım. Gözəl yəni. Pul ona xərclətdirərdiniz, deyilmi? Məndə pul var. Beyoncé deyirəm. Sizə evlənmədən olar. Bence yok. Yani başka bizde yok, Azerbaycan'da yok. Sizcə niyə? Ne bileyim, şu adet enene var. Ona göre ben Mentalitet olmasa olar sizcə. Bir gününüzü hansı məşğuluna keçirmək istərdiniz? Azərbaycan, Fərqi yoxdur, istənilən məşğul. Enrique, Aha, Jim Carrey, aha, neyin ərdiz yəni? Təsəvvürün bir yerdəsiz. Tək qalmaq istəyərdim. Hansı məşhur? Allahım. Prakoçvet. Səbəbi nədir bəs? Çox gözəl, karizmatik, tam bir erkek. Azərbaycanda bir dənə kişi var. O da bizim prezidentimiz. Bəli, Vəssalam. bəli. Yəni nə etmək istərdiniz onunla? Etmək istəyərdim. Etmək istədiyim şeylər çoxdan bu fikrimdə. Məsələn, ağlınızda nədir yəni? Bir günlük hansı məşğulda tək qalmaq istərdiniz? Zektumsey. Səbəbi? Yaraşıqlıdır. Yəni nə etmək istərdiniz onunla? Bir günlük hansı məşhurla? Fikirləşim. Demet Özdemir. Səbəbi nədir bəs? Çox şirin qızdır, pozitiv qızdır. Və məncə onunla maraqlı bir vaxt keçirmək olar. Ya məsəl üçün nə edə bilərsiniz? Çox çılğın biridir. Ancaq məsələn rəqs eləməyi çox xoşlayır. Ya məncə onunla bir gecə keçirmək istəyirəm. Bir gün boyunca bir gecə keçirmək istəyirəm. Aha, çox zaman bəs Mr. Arthur və Jen Reno ilə. Mr. Arthur ilə mənim motivasiya mənbəyimdir və onunla bir yerdə qalsam ondan çox şey öyrənə biləcəyimi düşünürəm. Həyatda 1-0 öndəlik götürəcəyimi düşünürəm. məsəl üçün nə? Xəyal və məqsədlərimi reala necə çevirəcəm? Çək, ala. Kamera xasıdır. Deməli, əziz dostlar, bir dənə də videomuzun sonuna gəlib çatdıq. Ümidvaram ki, bəyəndiniz. Yəni, bu tip videoların gəlməni istəyirsinizsə, dəstək olmağınızı sizdən xahiş edir. Yəni, bəyənib, şərh qismində də öz fikirlərinizi bildirin. Yəni, nə tip videolar sizə fikirlərinizi bildirin, onsuz da hər bir şərhləri oxuyuruq. Elcan, nəsə söz demək istəyirsən? Heç nə, hə. Elcan da heç nə demək istəmir, nəsə söz demək istəyir. Hə, başa düşdüyümüzə görə beləliklə, yəni, uşaqlardan, böyüklərdən, kiçiklərdən müğayət